Deməli, uşaqlar ərəb dövləti. Biz ərəblər haqqında əslində keçmişik. Bilirik ki, ərəblər, uşaqlar, baxın, Ərəbistan yarımadasında, baxın, burada yerləşirlər. Ərəbistan yarımadasının bir hissəsi Qırmızı dənizlə, bir hissəsi Hind okeanı ilə əhatələnib. Ərəbistan yarımadası daha çox səhralıq ərazi idi. Ərəbistan yarımadasının, baxın, şimalında, bir də ki, mərkəzində yaşayan ərəblər Bədəvi adlanırdılar. Bu ərəblər əsasən köçəri maldarlıqla məşğul olurdular. At və dəvələr saxlayırdılar və onlar dəvələri səhra gəmiləri adlandırırdılar. Ərəbistan yarımadasında 2 dənə şəhər var idi ki, hansı ki, biri Məkkə idi, biri də Mədinə idi. Bunlar ticarət uğrunda daim müqavimət göstərirdilər, rəqabət aparırdılar. Həmin vaxtda da Mədinənin adı uşaqlar Yəsrib olur. Yəsrib. Yəni ilk vaxtlar Mədinənin adı Yəsrib olub. Deməli, dediyimiz kimi, bunlar həmişə ticarət uğrunda rəqabət aparırdılar. Məkkənin yerli əhalisi, qədim əhalisi Qureyşlər adlanırdı. Əsasən bu Məkkədə, baxın, bütpərəstlik, xristianlıq, daha sonra canımıza desin, yəhudilik, yəni bütün dinlər var idi. Yəni hələ çünki burada İslam yaranmamışdı. İslamdan əvvəldən danışırıq biz. Deməli, Məkkədə bu xristian əhali də var idi, bütpərəst əhali də var idi, yəhudi əhali də var. Yəni kimdən istəyirdiniz var idi burada. Deməli, bu zaman uşaqlar ərəblərin başı qarışmışdı dini müharibələrə. 6-cı əsrdə Sasani ilə Bizans ərəblərin əsas ticarət mərkəzlərindən biri olar. Baxın, burada yerləşir Yəmən. Yəmən uğrunda başlayırlar mübarizə aparmağa. Bax, bunu da yadda saxlayın. 6-cı əsrdə Sasanilərlə Bizans ərəblərin əsas ticarət mərkəzlərindən biri olan Yəmən uğrunda mübarizə aparırlar. 610-cu ildə isə İslam dini yaranır və İslam dininin banisi də hamımızın bildiyi Məhəmməd Peyğəmbər olur. Məhəmməd Peyğəmbər 3 il sonra, yəni 613-cü ildə İslam dini yaymağa başlayır Məkkədə. Lakin Məkkə əhalisi bunu yaxşı qarşılamır. Çünki Məkkədə çoxlu dinlər var, axı aləm dəyib bir-birinə. Ona görə də bu Məhəmməd Peyğəmbər Məkkəyanları tərəfindən sıxışdırıldığı üçün o 622-ci ildə üz tutur Yəsribə gəlir, yəni ki, Mədinəyə gəlir. Elə bu hadisə ilə də Yəsribin adı adlanır Mədinə. Və 622-ci ildə Məhəmməd Peyğəmbərin Məkkədə Mədinəyə köç etməsi, yəni hicr etməsi ilə də hicri təqvimin əsası qoyulur. Yəni köç etmək, hicr etmək deməkdir. Ona görə bu təqvimi hicri təqvimi adlandırırlar. Deməli, bu zaman Məhəmməd Peyğəmbər Məkkədə Mədinəyə köçdükdən sonra Mədinədəki müsəlman icmalarına rəhbərlik etməyə başlayır və bütün şəhəri özü idarə edir. Amma buna baxmayaraq yenə Məkkəlilərlə Mədinəlilər arasında mübarizələr olur və 624-cü ildə Bədir döyüşü olur. Kimlər arasında? Məkkə ilə Mədinə arasında. Təbii ki də bu döyüşdə Mədinəlilər, yəni ki, Məhəmməd Peyğəmbər qalib gəlir və bir müddətdən sonra 630-cu ildə bu Məkkə ilə Mədinə arasında sülh müqaviləsi imzalanır. Yəni ki, bunlar dostlaşırlar. Elə bundan sonra Məhəmməd Peyğəmbər təzədən qayıdır Məkkəyə və 630-cu ildə İslam dövlətinin, yəni ki, Ərəb dövlətinin əsasını qoyur. Burada nəyə diqqət eləməlisiniz? Bədir döyüşünə, bir də ki, sülh müqaviləsinə. Baxın, Bədir döyüşüdür, Məkkə ilə Mədinə arasındakı sülh müqaviləsidir. Bunlar Ərəb dövlətinə düşmür. Hələ burada Ərəb dövlət deyil. Bu hadisələrdən sonra, yəni 630-cu ildə ərəblər dövlət olacaq, yaxşı Ərəb dövləti yaranacaq. Deməli, uşaqlar 630-cu ildə Ərəb dövlətinin əsası Məhəmməd Peyğəmbər qoydu, lakin 632-ci ildə Məhəmməd Peyğəmbər vəfat edəndən sonra ərəblərdə hakimiyyətə Rəşidi xəlifələr və yaxud da ki, biz bunları ilk xəlifələr deyilik, hakimiyyətə gəldi 632-dən 661-ə qədər. Yəni ki, çoxsunun çaşdığı bir məqam olur. Elə bilirsiniz ki, Ərəb dövlətinin əsasını Rəşidi xəlifələr qoyub? Yox, Ərəb dövlətinin əsasını Məhəmməd Peyğəmbər qoyub, Məhəmməd Peyğəmbərdən sonra Rəşidi xəlifələr gəlib, yəni ilk xəlifələr. Rəşidi nə deməkdir? Doğru yolda olanlar deməkdir. Yəni ki, Məhəmməd Peyğəmbərin yolunu davam etdirənlərdir bunlar. Bir də ki, xəlifə nə deməkdir? Davamçı, hökmdar deməkdir, yəni ərəb hökmdarları. Burada 4 dənə xəlifəmiz var idi. Əbu Bəkir, Ömər, Osman, bir də Əli. Bunlar hamısı Məhəmməd Peyğəmbərdən sonra hakimiyyətə gələnlər idi. Biz uşaqlar Əbu Bəkirin dövründə bir hadisə keçmişik Azərbaycan tarixində. 633-cü ildə bunlar Sasanilər üzərinə yürüşə başlamışlar. Osmanı da görmüşük Azərbaycan tarixində, hansı ki
645-ci ildə ərəblərə qarşı üsyan olmuşdu Ərdəbildə. Həmin o üsyanı yatırmaq üçün ordu göndərmişdi Ərdəbilə. Yaxşı. Deməli, Rəşidi xəlifələr, yəni ki, ilk xəlifələrin dövründə ərəb dövləti xeyli inkişaf eləmişdi. Ərəblərin paytaxtları Məkkə ilə Mədinə idi Rəşidi xəlifələrin dövründə və bütün Ərəbistan yarımadasını nə etmişlər? Dövlətə birləşdirmişdilər bunlar. Yəni sizə sual versə ki, bütün Ərəbistan yarımadasının ərəb dövlətinə birləşdirilməsi hansı sülalənin dövründədir? Rəşidi xəlifələrin dövründədir. Bundan başqa uşaqlar, Rəşidi xəlifələr baxın, Bizansla mübarizə aparmışlar, Sasani ilə mübarizə aparmışlar, bir də ki, Xəzərlərlə mübarizə aparmışdılar. Sasanilərlə mübarizəsini onsuz da biz Azərbaycan tarixində bilirik. Kadisiyə, Ktesfon döyüşləri olmuşdu onlar arasında, Cərmidan döyüşü olmuşdu onlar arasında və 651-ci ildə də Rəşidi xəlifələr Sasani dövlətinin varlığına son qoymuşlar. Baxın, bura ərəbdir. Baxın, burada Sasani dövlətidir. İkinci olaraq Bizansla mübarizə aparmışdı Rəşidi xəlifələr. Baxın, görürsünüz, Bizans, Konstantinopol. Bizansla mübarizə nəticəsində Bizansdan 3 dənə ərazi almışdılar. Birinci, baxın, buranı, Misiri almışdılar. İkinci, baxın, Suriyanı. Üçüncü də Fələstini almışlar. Yəni, baxın, bu hissəni. Bu xəritədə də çox düşür, bu xəritə. Deməli, sizə sual versə ki, ərəblər 7-ci əsrdə Bizansla mübarizə aparıb deyəcəksiniz, bəli. Elə bax, bu 3 ərazini kimdən alıb ki, 7-ci əsrdə Rəşidi xəlifələrin dövründə ərəblər Bizansdan alıblar da. Ona görə düz götürür. Bunu da qeyd kimi yazarsınız kitabınıza. Yaxşı. Bir də ki, uşaqlar, baxın, Misir işğal olunubsa, Misir də harda yerləşir? Şimali Afrikada yerləşirdi, düzdür? Deməli, desək sizə Rəşidi xəlifələr, yəni ilk xəlifələr Şimali Afrikada xeyli ərazi ələ keçirdib, deyəcəksiniz, bəli, elə bu Misir söhbəti ilə tutun məsələni. Yaxşı, xeyli ərazi ələ keçirmələri düzdür. Deməli, üçüncü olaraq Xəzərlərlə müharibəsi başlayır ərəblərin. Bu müharibədə də ki, yenə keçmişik. Birinci və ikinci Bələncər döyüşləri olur. Bu Bələncər döyüşləri də 10 il fərqlə olmuşdu. 643-653-cü illərdə. Bu döyüşlərin ikisində də Xəzərlər nə olmuşdu? Qalib gəlmişdilər. Yaxşı. Gəldi uşaqlar Əməvilərin dövrünə, hansı ki, Rəşidi xəlifələr 661-ci ildə süqut edəndən sonra hakimiyyətinə Əməvilər gəldi. Neçənci ildən? 661-dən 750-yə qədər. Əməvilərin ilk hökmdarı Muaviyə oldu, hansı ki, biz bu Muaviyəni görmüşdük, indi deyəcəm onu da. Əməvilərin paytaxtı isə uşaqlar, baxın, burada yerləşən Dəməşq və yaxud da ki, ikinci adı Şam şəhəri olmuşdu. Biz bilirik ki, hansı ki, baxın, Bərdəni görürsünüz, haradır bura? Albaniya. Hansı ki, Cavanşir 667 və 670-ci illərdə, baxın, bura Dəməşqə gəlib, Muaviyə ilə nə etmişdi? 2 dəfə görüş etmişdi, yəni Əməvilərlə. Bu görüş nəticəsində də Albaniya ərəblərdən asılı hala düşmüşdü, amma daxili müstəqilliyin qoruyub saxlamışdı. Lakin 705-ci ildə Əməvilər Albaniyanı nə etmişdilər? Bir dəfəlik süquta uğradıb. Bütün, baxın, görürsünüz, Azərbaycan torpaqlarını tam şəkildə öz dövlətlərindən asılı hala çalmışdılar. Bundan başqa 8-ci əsrin əvvəllərində Əməvilər Şimali Afrikanın fəthini başa çatdırdılar. Hansı ki, baxın, Şimali Afrika hansıdır? Görürsünüz bu yaşıl ərazini, baxın, buranın fəthin bir dəfəlik başa çatdırırlar. Deməli, sizə desə ki, Şimali Afrikada xeyli ərazi ələ keçirdən o Rəşidi xəlifələrdir, amma bütün Şimali Afrikanı ələ keçirdən Əməvlərdir. Haçan 8-ci əsrin əvvəllərində. 711-ci ildə isə 711-də ərəb sərkərdəsi Tariqin başçılığı ilə ərəb ordusu, baxın, Afrika ilə Avropanı birləşdirən Cəbəlü Tariq keçidini keçirlər. Göstərim sizə, baxın. Baxın, budur, Cəbəlü Tariq keçidi. Görürsünüz, bura Afrikadır, bura Avropadır. Baxın, iki qitəni birləşdirir bu keçid. Cəbəlü Tariq boğazını keçirlər və üst tuturlar hara? Baxın, bura haradır keçmişik? Prenin yarımadasına. Yəni ki, İspaniyaya gəlirlər. Görürsünüz, bura İspaniyadır. Və yaxud da ki, yarımada olaraq Prenin yarımadasına gəlirlər. Və Tariqin başçılığı ilə ərəblər 711-ci ildə İspaniyanı nə edirlər? Tam şəkildə fəth edirlər. Görürsünüz, bu yaşıl ərazi. Tam şəkildə fəth edirlər. Deməli, ona görə sizə sual versə ki, ərəblər Avropada torpaq ələ keçirdib, deyəcəksiniz, bəli, bu İspaniya nədir? İspaniya Avropadadır da. Bəli, İspaniyada ərəblər İspaniyanı tutub, Avropada bir sıra torpaq ələ keçirdiblər.
Lakin ərəblərin gözü doymadığına görə İspaniyadan üst tuturlar bunlar qərbə doğru. Baxın bu tərəfə. Demək istəyirlər bütün Qərbi Avropanı neynəsinlər, tutsunlar. Amma burada onların böyük bir rəqibi var idi. Frank dövləti var idi. Frank dövləti ilə ərəblər arasında baxın elə burada Poitiers döyüşü olur 732-ci ildə. Bu döyüşdə təbii ki də güclü Frank dövləti qalib gəlir və bu döyüş nəticəsində ərəblərin baxın Qərbi Avropaya irəliləməsinin qarşısı alınır. Yəni ki, ərəblər Avropada sadəcə İspaniyanı tuta bilir. Bütün Qərbi Avropanı tuta bilmirlər. Ona görə sizə sual versə ki, ərəblərin Qərbi Avropaya doğru irəliləməsinin qarşısını kimlər aldı? Frank dövləti, Poitiers döyüşü ilə. Bura Qərbi Avropadır. Bura isə biz yadınızda da buradan bölürdük də. Bura isə Şərqi Avropadır. Ərəblər buradan Şərqi Avropaya da getmək istəyirlər. Bunu keçən dərs demişdik. Şərqi Avropaya getmələrinin qarşısını isə Xəzər dövləti alıb. Baxın, bunu sizdən soruşacağam. Şərqi Avropaya getmələrinin qarşısını Xəzərlər, Qərbi Avropaya getmələrinin qarşısını isə Franklar almışdı. Yaxşı. Deməli, bunu silək. Bundan başqa ərəblər dediyimiz kimi gözləri doymurdu. Avropada uğur qazana bilmədilər. Üst tutdular hara? Asiya istiqamətinə, yəni şərq istiqamətinə. Bunlar gəldilər, baxın, digər dövlətlər kimi Hindistanın şimal, qərbini işğal etdilər və Çinə qədər olan ərazilərə gəlib çatdılar. Bura Çindir də. Ona görə də biz deyirik ki, Ərəb dövlətinin sərhədləri Atlantik okeanından, baxın burada Atlantik okeanından Hindistan'a və Çinə qədər olan əraziləri əhatə edirdi və buna görə də Əməvilərin dövründə Ərəb dövləti nəyə çevrildi? İmperiyaya, böyük imperiyaya çevrildi. Lakin uşaqlar, xarici siyasətdə bu qədər uğur əldə etsələr də, daxildə o qədər də uğurlu deyildi siyasətləri. Çünki niyə? Millətçilik siyasəti yeridirdilər. Yəni ki, İslamı ilk qəbul edən ərəblərlə İslamı sonradan qəbul edən türklər arasında fərq qoyurdular. Hansı ki, ərəblərə daha yaxşıya davranırdılar, amma tabe etdiyi ərazilərdəki əhalilərə isə pis davranırdılar. Ona görə də təbii ki də bu əhalinin narazılığına səbəb olurdu. Bundan başqa vergiləri falan da neynəmişdilər? Artırmışlar. Ona görə də Əməvilərə qarşı üsyanlar baş verdi. Bu üsyanlardan ən böyüyü də baxın Mərkəzi Asiyada baş verən, yəni burada baş verən Əbu Müslüm üsyanı idi. Hansı ki 750-ci ildə baş verdi bu üsyan. Bu üsyan nəticəsində də Əməvilər sülaləsi süqut etdi və hakimiyyətə 750-ci ildə Abbasilər sülaləsi gəldi. İnşallah Əməvilərdən sonra dediyimiz kimi üsyan nəticəsində hakimiyyətə 750-ci ildə Abbasilər gəldi. Ta 1258-ə qədər, yəni sonuncu sülalədir. Yəni 1258-də də Ərəb dövləti süqut edir. Hansı ki 630-da yaranan Ərəb dövləti süqut edir. Deməli, Abbasilər hakimiyyətə gələndən sonra buradakı Əməvilər Abbasilərə trip atır və üz tutub gedirlər hara? Öz tutduqları Prenin yarımadasına, yəni ki Avropaya, İspaniyaya gedirlər. Və bunlar burada özləri üçün, bu Əməvilər burada özləri üçün bir dövlət yaradır. Kordova xilafəti. Kordova dövlətini yaradırlar. Təxmini ili də Abbasilər hakimiyyətə gələndən sonra deyirik. İli isə 757-ci ildədir. Yadınızda qalmışsa 750 ilə də götürə bilərsiniz. Və bununla da Avropa ərazisi, yəni ki İspaniya, Abbasilər xilafətindən nə olur? Ayrılır. Və orada Əməvilər özü üçün keyf edirlər. Öz dövlətlərini yaradıblar və bu dövlət, bu Kordova dövləti gələcəkdə Avropanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcək səlib yürüşləri vaxtı. Onda da keçəcək. Bildiniz Kordova dövləti necə yaranır? Deməli, Abbasilər hakimiyyətə gələndən sonra buradakı Əməvilər Abbasilərə küsürlər, gedirlər hara? Avropaya. Özləri üçün İspaniyada Kordova dövlətini yaradırlar və bununla da Avropa torpaqlarında müstəqil bir dövlət yaradır. Ərəbdən ayrılır bu torpaqlar. Yaxşı. Deməli, bu belə. Abbasilərin dövründə 751-ci ildə Talas döyüşü olur. Baxın, Mərkəzi Asiyada Çinlə kim arasında? Ərəblər arasında. Təbii ki də burada ərəblər, yəni Abbasilər qalib gəlir. Amma buna baxmayaraq Mərkəzi Asiyanı tuta bilmirlər. Çünki onlara xəbər gəlir ki, öz ölkələrində qarışıqlıqdır. Ona görə Abbasilər gedirlər Ərəbistana. Və Mərkəzi Asiyanı da kim tutur həmin vaxtı? Bunu keçmişik. Kim idi? Uyğurlar tutur. Bəli, Moyonçur tutur. Yaxşı. Deməli, bundan başqa Abbasilərin birinci paytaxtı Dəməşq olur. Yəni bura eyni Əməvlərdə olduğu kimi. İkinci paytaxtları isə Bağdad olur. Neçənci ildə? 762-ci ildə. Baxın, Bağdad da burada. İndiki İraqın ərazisində yerləşirdi. Deməli,
Ona görə sizə desək ki, Abbasilərin ilk paytaxtı Bağdaddır, yox, Bağdad 762-də yaranıb. Birinci Dəməşq, sonra Bağdaddır. Bundan başqa Abbasilərin dövründə vergi sistemləri çox pis idi. Vergilər çox alınırdı. Vergi məhsula görə yox, torpağa görə alınırdı. Yəni bunların hamısını biz keçmişik Azərbaycan tarixində. Ona görə də çoxlu üsyanlar baş vermişdi Abbasilərin dövründə. Bunlardan ən böyüyü də ki, Xürrəmlər üsyanı idi, hansı ki 778-837-ci illərdə. Üsyanın ən böyük başçısı da ki, Babək olmuşdu. Üsyan məğlub olsa da Ərəb dövlətini zəiflətmişdi və Ərəb dövləti parçalanmışdı. Baxın uşaqlar, birinci dövlət parçalanır, sonra süqut edir. Parçalanma nədir? Yəni ki, ona tabe olan ərazilər onun hakimiyyətindən çıxır. Deməli, Ərəb dövləti, yəni Abbasilər neçənci əsrdə parçalanıb? 9-cu əsrdə. Deməli, birinci Misir onun tərkibindən çıxır. Yəni Afrika ərazisi. Daha sonra Azərbaycan onun tərkibindən çıxır. Bizdə müstəqil dövlətlər, Şirvanşahlar, Şəddadilər, Rəvvadilər falan yaranır. Daha sonra baxın Mərkəzi Asiya onun tabeliyindən çıxır. Buradakı Əfqanistan onun tabeliyindən çıxır. Və bununla da Ərəb dövlətinin ərazisində yalnız baxın bu hissə qalır. Yəni haradır bura? Ərəbistan yarımadası və Mesopotamiya hissəsi qalır. Həmçinin uşaqlar 9-cu əsrdə Ərəb dövlətində türk sərkərdələrinin rolu artmışdı. Hansı ki biz bunu Afşindən də bilə bilərik. Türk sərkərdələri Ərəb ordularına başçılıq etməyə başlamışdı. Hansı ki Afşində Xürrəmlər üsyanı zamanı Ərəb ordusuna başçılıq edirdi. Bundan başqa uşaqlar Abbasilərin dövründə bir dənə bunu da yadda saxlayın. Bizansla da müharibələr var. Yaxşı. Deməli, həm Abbasilərin dövründə, həm də Rəşidi xəlifələrin dövründə Bizansla müharibələr baş verib. Yəni həm 7-ci əsrdə, həm də 9-cu əsrdə. Bundan başqa uşaqlar, baxın burada, yəni Mərkəzi Asiyada sonralar Səlcuq dövləti yaranır. Həmin bu Səlcuq dövləti 1055-ci ildə 1-ci Toğrulun dövründə hücum edirlər. Hara? Abbasilər üzərinə Bağdadı tuturlar və Abbasləri özlərindən bir müddət asılı hala salırlar. 1258-ci ildə isə Monqollar, yəni ki Hülakü xan hücum edir Abbasilər üzərinə və bununla da Ərəb dövlətini süquta uğradır və burada Hülakülər dövlətini yaradır. Bu torpaqlar da Hülakülər dövlətinin tərkibinə daxil olur. Və bununla da Ərəb dövləti süqut edir. Deməli uşaqlar, bir də bunu deyim ki, Ərəblərdə inzibati cəhətdən 2 dənə bölgə olurdu. Biri əyalətlər idi, biri də ki vilayətlər idi. Bundan başqa vergi sistemləridir, torpaq mülkiyyət formalarıdır. Bunları biz Azərbaycan tarixindən keçmişik.